Xilas olmaq istəyirsənsə, araşdıracaqsan. 2 kəlmə ilə xərçəngi, şəkəri izah eləmək mümkün deyil. Təbii dünya görüşü deyirəm, başa düşülmür. Can sağlığı paketi deyirəm, pul qazanmaq istəyirsən deyirsiniz. Bu bilgiləri əldə etməkdən ötürü həm biz, həm bu bilgiləri ortaya qoyanlar illərini veriblər, əziyyət çəkiblər, axtarıblar, arayıblar, təcrübədən keçirdiblər. Yəni sağ qalmaq istəyirsənsə, özünü araşdıracaqsan, analiz eləyəcəksən, ətrafdakı bilgiləri götür-qoy eləyəcəksən, təcrübədən keçirdəcəksən. Məsəl üçün bir maşın alanda, ev alanda, həyat yoldaşı seçəndə az qala bütün nəslini, əcdadını, molekulyar sistemini araşdırırsınız. Amma can sağlığına gələndə gözləyirik ki, kimsə gəlib bizə möcüzəvi bir eliksir verəcək, ya bir ağ xalatlı gələcək, bizi xilas edəcək. Elə bir şey yoxdur. Hər kəsin xilası özündədir. Yadda saxlayın ki, siz ruhunuzun təzahür tapşırıqlarını yerinə yetirmədiksə, nə sağlam, nə də xoşbəxt olacaqsınız. Ruhun səndən nə istəyib, sualına cavab tapmaq istəyirsənsə, zərrə içində zərrə verməlidir. Ver görüm açarım, ver. Mən verə bilmərəm. Kişi döyürsən, özün götür. Götürürəm. Götür, Dedim götürürəm, götür, götür. Az, bana moşu deyərlər, Götür moş, götür əzizim.